Salam əziz müəllimlər. Biz 8-ci sinifin yeni bölməsinə başlayacağıq bu gün. Ağac üzərində oyma həm maraqlı mövzudur, həm də diqqət tələb edən mövzulardan biridir. Bəs bu mövzuda biz nə öyrənəcəyik? Oymanın hansı növləri var? Oyma necə həyata keçirilir? Bunları bu günləri biz öyrənəcəyik. Dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. Dekorativ tətbiqi sənət nəyin? İncəsənətin geniş yayılmış sahələrindəndir. O, insan tərəfindən yaradılan maddə aləmin bədii tərtibatına xidmət eləyir. Onun estetik gözəlliyini reallaşdırır. Bəli, dekorativ tətbiqi sənət maddə aləmin bədii tərtibatına xidmət eləyir və estetik gözəlliyini reallaşdırır. Bədii yaradıcılıq və bir də incəsənət materialları, işlənmə texnikası üsulları ilə birləşərək dekorativ sənət əsərini meydana gətirir. Dekorativ sənət əsərini də meydana gətirir? Bədii yaradıcılıq və bir də incəsənət materialları, işlənmə texnikası üsulları. Ağac üzərində oyma ağacın bədii işlənməsidir. Deməli, ağacın bədii işlənməsi neymiş? Ağac üzərində oyma. Belə işlənmə zamanı naxış məmulatın üzərinə, baxın, məmulatın üzərinə balta, bıçaq, kəski, iskənə və başqa oxşar alətlər vasitəsilə salınır. Gəlin görək, ağac üzərində oyma nədir, müəllimlər? Ağac üzərində oyma sənətinin tarixi 100 illər öncəyə dayanır. 100 illər öncəyə dayanır. Bu sənət növü müasir zamanda da inkişaf edir və təkmilləşir. Bəli, müasir zamanda da biz mebellərdə və digər məişət avadanlıqlarının bədii işlənməsində ağac üzərində oymanın müxtəlif növlərindən istifadə edirik. Və hansı ki, ağac üzərində oymaya mebellərin üzərində rastlaşırıq. Bir məmulatda oymanın bir neçə növündən istifadə edilə bilər. Yəni, məcbur deyil də bir növü olsun, bir neçə növdə istifadə oluna bilir. Gəlin görək bu slaydda nə öyrəndik, müəllimlər? Dekorativ tətbiqi sənət nə idi? Dekorativ tətbiqi sənət incəsənətin geniş yayılmış sahələrindəndir. Bəs nəyə xidmət eləyir? Maddə aləmin bədii tərtibatına xidmət eləyir. Bəs nəyi reallaşdırır? Dekorativ tətbiqi sənət maddə aləmin estetik gözəlliyini reallaşdırır. Bəs dekorativ sənət əsəri nədir? Bax, qarışdırmayaq. Dekorativ tətbiqi sənət, dekorativ sənət əsəri. Bədii yaradıcılıq və incəsənət materialları, işlənmə texnikası üsulları ilə birləşir. Nəyi yaradır? Dekorativ sənət əsərini yaradır. Bəs ağac üzərində oyma nədir? Ağac üzərində oyma ağacın bədii işlənməsidir. Bəs məmulatın üzərinə nəyin vasitəsilə salınır? Balta ola bilər, bıçaq ola bilər, kəski ola bilər, iskənə ola bilər və başqa oxşar alətlər vasitəsilə salınır. Bəs biz buna harada rast gələ bilərik? Nəyin üzərində rast gələ bilərik? Mebellərin, məişət avadanlıqlarının hansı ki bədii işlənməsində biz ağac üzərində oymaya rast gələ bilirik. Bir məmulatda oymanın bir növündən mi istifadə olunur? Xeyr. Bir məmulatda oymanın bir neçə növündən də istifadə oluna bilir. Ağac üzərində oyma bir neçə növə ayrılır. Bunlardan birincisi kəsmə ilə oymadır. Kəsmə ilə oyma. Ağac üzərində yerinə yetirilir. Bəli. Ağac üzərində yerinə yetirilir. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir. Fon əvəzinə çərtiklərlə əhatə edilir. Deməli, gəlin baxaq. Dedik ki, kəsmə ilə oyma ağac üzərində yerinə yetirilir. Doğrudur. Belə oymada salınan təsvirin elementləri bir-biri ilə əlaqəlidir. Baxın, bir-biri ilə əlaqəlidir. Bir-birinə birləşib, bir-biri ilə əlaqəlidir. Və fon əvəzinə çərtiklərlə əhatə edilir. Baxın, çərtiklərlə əhatə edilir fon əvəzinə. Yəni, fonu çərtiklərlə verirlər. Kəsmə ilə oymada iki tərəfi açıq deşiklər nəyin vasitəsilə? Kəski və iskənənin köməyi ilə açılır. Baxın, iki tərəfi açıq deşiklər, bax bunlar
kəski və iskinənin köməyi ilə açılır. Bax, buradakı. Kəski və iskinənin köməyi ilə açılır. Bıçqılama ilə oyma nədir? Bıçqılama ilə oyma zamanı əməliyyatlar, bax, kəsmə ilə oymada olduğu kimi yerinə yetirilir. Bir fərqi var. Fərq ondadır ki, burada bəzi sahələr bıçqı və ya lobzikin köməyi ilə kəsilir. Bəli, kəsmə ilə oymada nə ilə kəsilirdi? İki tərəfə açıq deşiklər, kəski və iskinənin köməyi ilə. Amma bıçqılama ilə oymada isə, baxın, elə demək olar ki, açar, belə dedik, ipucu verilib bizə. Bıçqılamada isə bıçqı və lobzikin köməyi ilə kəsilir. Belə müəllimlər, bu slaydda öyrəndiyimiz kəsmə ilə oyma oldu, bir də bıçqılama ilə oyma oldu. Kəsmə ilə oyma dedik, ağacın üzərində yerinə yetirilir. Bəs təsvirlər necə salınır? Təsvirlər bir-biri ilə əlaqəli olur. Fonun əvəzinə çərtiklərlə əhatə edilir. İki tərəfə açıq deşiklər nəyin vasitəsilə açılır? Kəski və iskinənin köməyi ilə açılır. Bıçqılama ilə oyma necə idi? Bıçqılama ilə oymada kəsmə ilə oymaya bənzəyir. Bircə fərqi var ki, bəzi sahələr bıçqı və lobzikin köməyi ilə kəsilir. Müstəvi qanovcuqlu oyma. Müstəvi qanovcuqlu oyma düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilir. Deməli, müstəvi qanovcuqlu oyma düz səth üzərində, baxın, düz səthdir, düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə, baxın, burada oyuqlar asılı, müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilir. İki növü var. Hansılardır? Bir həndəsi oyma, bir də kənar xətt üzrə oyma. Həndəsi oyma, kənar xətt üzrə oyma. Gəlin həndəsi oymaya baxaq. Həndəsi oyma, ağac üzərində oymanın çox qədim üsuludur. Bəli, hansı ki, bu oyma növlərində ən qədimi hansıdır? Həndəsi oymadır. Bu təsvirlərə müxtəlif kombinasiyalardan həndəsi forma verilir. Bəli, həndəsi formalar üçbucaqdır, kvadratdır. Neynədir? Həndəsi formalar verdi. Belə oyma çəpinə bıçaq və yarım dairəvi iskənə ilə düz xətli və qövsvarı elementlər şəklində salınır. Deməli, hansı bıçaqdan istifadə elədik, hansı iskənədən? Çəpinə bıçaq və yarım dairəvi iskənədən. Gəlin bunu növbəti dərsdə göstərək. Yarım dairəvi iskənələr. Baxın, yarım dairəvi, bu D variantında olan yarım dairəvi iskənədir. Hansı ki, nov şəkilli iskənənin bir növüdür. Digəri də ki, çəpinə iskənələr idi, çəpinə bıçqılar idi. Çəpinə bıçaq idi, bəli. Çəpinə bıçaq da tiyəsi çəpinə bıçaq. Baxın, həm çəpinə bıçaqdan istifadə edirik, həm də ki, yarım dairəvi iskənədən istifadə etdik. Deməli, dedik ki, belə oymada düz xətli və qövsvarı elementlər nə ilə salınır? Çəpinə bıçaq və bir də yarım dairəvi iskənə ilə salınır. Əksər hallarda həndəsi oyma elementlərin forması ilə fərqləndirilir. Elementlər formasına görə necə fərqləndirilir? Üçbucaq ola bilir, kvadrat ola bilir, çevrə ola bilir. Deməli, naxışın qabarıq kəsmə və bıçqılama ilə oyması, qabarıq kəsmə və bıçqılama ilə oyması bəzəkli oyma adlanır. Bəzəkli oyma. Bıçqılama, bax, bu gördüyümüz bıçqılamadır. Qabarıq isə, müəllimlər, buyurun, bu da qabarıqdır, qabarıq oyma. Bunların ikisinin birləşməsi bəzəkli oyma adlanır. Gəlin, həndəsi oymanın elementlərinə baxaq. Həndəsi oymanın elementləri 1, 3, bir də 6. Bax, bunlar 1, 2, 3 tili var. 3 tilli, bəli, 3 tilli qanovcuqlardır. Burada da 3 tilli qanovcuqdur. 6-da da 3 tilli qanovcuqdur. 3 dənə tilli var. Sonra 2-4-ə baxaq, qövsvarı oyma. 2 və 4, bəli, qövs şəklindədir, qövsvarı oyma. 5 ilə 7-yə baxaq,
4 tili var. 4 tilli qanovcuqlarda. Baxın, 5 ilə 7. Bəli, bax, bunlar 4 tilli qanovcuqlarda. Mətbəx lövhəsidir. Mətbəx lövhəsinin üzərində hansı ki, həndəsi oyma elementləri göstərilib. Gəlin bu slayda yenidən nəzər salaq. Müstəvi qanovcuqlu oyma necə salınırdı? Necə oyma üsulu idi? Düz səth üzərində salınırdı. Müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilirdi. Neçə növü var idi? 2 növü var idi. Hansılardı? Həndəsi oyma, bir də kənar xətt üzrə oyma. Həndəsi oyma, oymanın hansı üsuludur, necə üsuldur? Çox qədim, yəni qədimdən indiyənə kimi gəlib çatır bizə. Bu oymada təsvirlər necə forma verilir? Müxtəlif kombinasiyalarda həndəsi formalar verilməklə hazırlanır. Bəs biz hansı ki, düz xətli və qövsvarı elementləri nəyin vasitəsilə alırdıq? Çəpinə bıçaq, bir də yarım dairəvi iskənə vasitəsilə. Əksər hallarda dedik ki, həndəsi oymanın elementləri bir-biri ilə fərqlənir. Bəs necə fərqlənirdi? Onlar üçbucaq ola bilirdilər, kvadrat ola bilirdilər, çevrə ola bilirdilər. Bəs bəzəkli oyma nə idi, müəllimlər? Qabarıq kəsməklə bıçqlama. Bax, bu oymalarla ikisinin belə deyək birləşməsi, oyulması bəzəkli oyma adlanırdı. Şəkilə baxaq. Şəkildə 1, 3 və 6. Necə? Həndəsi oymanın hansı elementidir? 1, 3, 6. 3 tili var. Bəs 5, 7 necədir? 4 tilli. 4 tili olduğundan 4 tilli qanovcuqlar deyilir. Bəs 2, 4 nədir? Qövsvarı oymadır, qövsvarı. Bəs kənar xətt üzrə oyma nədir? Kənar xətt üzrə oyma, dedik ki, müstəvi qanovcuqlu oymanın bir növüdür. Ən sadə oyma növüdür. Ən qədim hansı idi? Həndəsin oyma. Bəs ən sadə hansıdır? Kənar xətt üzrə oyma. Onun yeganə elementi qanovcuqlardır. Yeganə elementi qanovcuqlardır. Seçilən iskənənin növündən asılı olaraq qanovlar yarım dairəvi və üçküncə alınır. Bəli, baxın, bu formada künc formaları var. Deməli, qanovcuqlar necə olurdu? Yarım dairəvi və üçküncə olur. Deməli, biz bunları necə alırdı? İskənənin növündən asılı olaraq. Xətlər üzrə oyma təsvirin kənar xətlərinin dayaz oyulmaqla yerinə yetirilməsidir. Bəli, neyləyirik? Dayaz oymaqla biz kənar xətt üzrə oymanı həyata keçiririk. Əsasən çiçəkdir, yarpaqdır, quşdur, heyvandır. Bax, bu təsvirlərin salınması üçün kənar xətt üzrə oymadan istifadə edirik. Deməli, çiçəkdir, yarpaqdır, quşdur, heyvandır və s. Kənar xətt üzrə oymada biz istifadə edirik. Təsvir eni və uzunluğu eyni ölçüdə olan qanovlarla yerinə yetirilir. Necə olur təsvir? Eni və uzunu eyni ölçüdə olur. Amma bəzən qanovların ölçüsü dəyişə bilir. Bəli, qanovların ölçüsü dəyişə bilir. Amma necə olur? Eni və uzunu eyni ölçüdə qanovlarla yerinə yetirilir. Hansı təsvir salınır kənar xətt üzrə oymada? Çiçək, yarpaq, quş, heyvan təsvirləri. Baxın, yarpaqdır, çiçəkdir, heyvandır. Yəni, bu kimi təsvirlər salına bilir. Bəs qanovlar necə olur? Qanovlar kənar xətt üzrə oymada yarım dairəvi ola bilir, üçküncə ola bilir. Bəs bu nədən asılıdır? Seçilən iskənənin növündən asılıdır. Bəs kənar xətt üzrə oymanın elementi nədir? Onun elementi qanovcuqdur. Bəs kənar xətt üzrə oyma necə oyma növüdür? Ən sadə oyma növüdür. Bəli, bax, biz müstəvi qanovcuqlu oymanı öyrəndik. Onun 2 növü var idi. Hər növünü də ayrı-ayrılıqda öyrəndik. Gəldik qövsvarı oymaya. Qövsvarı oyma dırnaq şəkilli oyma da deyirlər. Baxın, burada qanovlar dırnağa bənzəyir. Oymanın əsas elementi qövsdür. Zahirən
Zahirən dırnağın istənilən yumşaq material üzərində qoyduğu izə bənzədiyi üçün dırnaq şəkilli oyma adlanır. Bəli, dırnağın görüntüsünə bənzədiyinə görə buna dırnaq şəkilli oyma deyilir. Bu da hamar səth üzərində yarımdairəvi çapıqdır. Bu da hamar səth üzərində salınan oyma növüdür. Deməli, hamar səth üzərində bir var dairəvi, bir də var yarım dairəvi. Yarım dairəvi çapıqdır. Nə? Qövsvarı oyma, yəni dırnaq şəkilli oyma. Deməli, yastı relyefli oyma. Baxın, yastı relyefli oymada hər hansı təsvir eyni səthdə oyularaq alınır. Səth eynidir, eyni səthdə oyularaq alınır. Yaxşı, deyək ki, ən qədim oyma növü hansı idi? Həndəsi oymadır. Ən sadə oyma hansıdır? Ən sadə oyma kənar xətt üzrə oymadır. Bəs o hansı oymadır ki, orada dırnağa bənzər, yəni əsas elementi qövs olur. Dırnaq şəkilli, yəni qövsvarı oymadır. Bəs o hansı oyma növüdür ki, eyni səthdə oyularaq salınır. Bu da yastı relyefli oymadır. Növbəti, ən çətin oyma növü qabarıq relyefli oymadır. İndi bunu aydınlaşdıracaq üçün niyə çətindir? Bu relyef təsviri qismən və yaxud tamamilə fondan ayırır. Ya qismən, ya da tamamilə fondan ayırır. Bununla da heykəl görüntüsü yaranır. Baxın, qismən, bir də tamamilə. Tamamilə fondan ayrılıb. Deməli, heykəl görüntüsü yaratmaqdan ötürü biz qabarıq relyefli oymadan istifadə edirik. Hamar səth üzərində bir tərəfli təsvirdən fərqli olaraq qabarıq oymada təsvir hər tərəfli işlənilir. Baxın, bunlarda bir tərəfli təsvir idi. Üz hissəsini hamar səth üzrə oyduq, amma qabarıq relyefli oymada isə təsvir hər tərəfli işlənilir. Qabarıq relyefli oyma ağac üzərində oymanın ən çətin növüdür. Bu sənət növü sənətkarın təsvirinin qabarıq görüntüsünü yaratmaq bacarığı, mənzərəni uzaqdan görmə və nisbəti saxlama qabiliyyəti tələb edir. Bəli, müəllimlər, çətindir buna görə ki, biz təsvirin qabarıq görüntüsünü yaratmalıyıq, mənzərəni uzaqdan görmə və nisbəti saxlama qabiliyyəti tələb edir. Yəni, gördüyümüzü nisbəti qorumaqla olduğu kimi neynirik, oyuruq. Deməli, qabarıq relyefli oymada təsviri ya qismən, ya da tamamilə fondan ayırdıq. Bəs hansı görüntünü yaratdıq? Heykəl görüntüsünü. Belə müəllimlər, ən çətin oyma növü hansı oldu? Qabarıq relyefli oyma. Ən sadə oyma növü hansı oldu? Kənar xətt üzrə oyma. Dırnaq şəkilli, qövsvarı. Bax, bu hansı idi? Qövsvarı oyma idi. Eyni səth üzərində salınan oyma hansı idi? Eyni səth üzərində salınan yastı relyefli oymadır. Baxın, da eyni səth üzərində oyulub. Daha sonra ən qədim oyma növü hansıdır? Ən qədim oyma növü həndəsi oymadır. Bəs o hansı oymadır ki, bıçqı və ya lobzikin köməyi ilə salınır? Bıçqlama ilə oymadır. Bəs o hansı oyma növüdür ki, orada belə deyək, çərtmələri çıxdı verdiyim sual. Bəli, çərtikləri biz fondan ayırırıq. Daha doğrusu təsvirlər bir-biri ilə əlaqəlidir və fonun əvəzinə çərtiklərlə istifadə etdik, əhatə etdik. Bəli, bu da oldu kəsməklə oyma. Yaxşı, keçək görək. Oyma üçün ən yaxşı material hansıdır? Oyma üçün ən yaxşı material cökədir, ağcaqovaqdır, qızlağac, oduncaqlarıdır. Onların oduncağı hamar və möhkəmdir. Bəli, oyma üçün ən yaxşı material hansı oldu? Cökə, ağcaqovaq, qızlağac. Niyə? Çünki onlar hamar və möhkəmdir. Bu oduncaqlardan olan oyma nümunələri, baxın, oyma nümunələri davamlı olur, əyilmir və qabarmır. Bəli, niyə biz cökə, ağcaqovaq, qızlağac oduncaqlarından istifadə edirik? Hansı ki, biz ondan oyduqsa, bu nümunələr davamlı olur, əyilmir və qabarmır.
Bu oduncaqlar hamar və möhkəmdir. Çox incə və dəqiq oyma işləri üçün toz ağacı oduncağı da olduqca qiymətli xammal hesab edilir. Deməli, bizə davamlı olması üçün, əyilməməsi üçün, qabarmaması üçün hansı ağac, hansı oduncaq lazım oldu? Cökə, ağcaqovaq, qızılağac. Bəs incə və dəqiq oyma üçün hansı ağac lazım oldu? Toz ağacı, oduncağı lazım oldu. Bəs indi öyrənəcəyik nəfis oyma işləri üçün hansı ağac lazım olacaq? Armuddur, ağcaqayın da, alma ağaclardır. Bunları qeyd götürün müəllimlər özünüz üçün. Çox incə və dəqiq oyma işləri üçün dedik, toz ağacı oduncağından istifadə etdik. Onun üzərində oyma bir qədər çətin olsa da, oyma zamanı çatlamır və bütün istiqamətlərdə işlənmək üçün yararlıdır. Bəli, çatlamır və yararlıdır. Hansı ağac, hansı oduncaq? Toz ağacı, oduncağı. Bəs hansı oduncağın üzərində oyma çətin olur? Toz ağacı, toz ağacıdır. Armud, ağcaqayın, alma. A. Baxın, üçü də A ilə başlayır. Armud, ağcaqayın, alma ağaclarının oduncağı da nəfis oyma işləri üçün əvəz edilməzdir. Bu ağacların oduncağı sıxlığına görə fil sümüyünə bənzəyir. Biz bunu 7-ci sinifdə də öyrənmişdik ki, armud, ağcaqayın, alma ağacları yüksək sıxlığa malik olan ağaclardır. Bəli, bunlar fil sümüyünə bənzəyir. Nəfis oyma üçün hansı ağaclardan istifadə etdik? Armud, ağcaqayın. Ağcaqayın. Bax, ağcaqovaqla səhv salmayaq. Ağcaqayın nəfis oymadadır. Ağcaqovaq isə ən yaxşı material kimi ondan istifadə edirik. Əgər ondan istifadə eləsək, bizim nümunələrimiz davamlı olacaq, əyilməyəcək və qabarmayacaq. Amma hal-hazırda ağcaqayından, nəfis oymadan danışdıq və burada da armud, ağcaqayın və alma ağaclarının oduncağından istifadə etdik nəfis oyma üçün. Bu slaydımız da belə. Ağac üzərində oyma. Özümüz üçün müəllimlər izaha baxdıqdan sonra mövzunu refleksiya edirik. Nə öyrəndik? Ağac üzərində oymanın hansı növləri var idi? Hansı oymalar çətindir? Hansılar asandır? Hansılar qədimdir? Hansı uzaqdan, belə deyək də, nisbət saxlamaqla istifadə olunurdu? Yəni, bu kimi suallar özümüzə verməklə mövzunu refleksiya eləyək. Növbəti mövzumuz, müəllimlər, ağac üzərində bədii oyma texnologiyasıdır. Ağac üzərində bədii oyma texnologiyası. Bu mövzuda biz bıçaqlarla tanış olacağıq, iskenələrlə tanış olacağıq, hansı bıçaqlardan, hansı iskenələrdən istifadə etməklə biz oymanı həyata keçirə bilirik və kəsmə necə olur, hansı ki, necə olur ki, biz oyma işini həyata keçirə bilirik. Ağac üzərində bədii oyma. Ağac üzərində bədii oymanın bütün növlərinin yerinə yetirilməsi üçün xüsusi alətlər lazımdır. Bu növlər hansıları idi, müəllimlər? Kəsmə ilə oyma idi, bıçqlama ilə oyma idi, həndəsi oymadır, kənar xətt üzrə oymadır, müstəvi qanovcuqlu oymadır, dırnaq şəkilli oymadır, qabarıq relyefli oymadır, bir də yastı relyefli oymadır. Hansı alətlərin köməyi ilə ağac üzərində bədii oyma aparılır, müəllimlər? Ağac üzərində oymanın əsas iş aləti tiyəsi çəpinə bıçaqdır. Baxın, bu şəkildə göründüyü kimi. Tiyəsi çəpinə bıçaq. Baxın, bıçaqdır, tiyəsi də çəpdir. Çəp niyə deyirlər buna? Baxın, əyridir də, çəpinədir. Əsas iş aləti hansıymış? Tiyəsi çəpinə bıçaqdır. Bu bıçağın köməyi ilə müstəvi qanovcuqlu, yastı relyefli və naxışlı oyma işləri asanlıqla aparılır. Müstəvi qanovcuqlu, yastı relyefli, bir də naxışlı oyma işləri asanlıqla aparılır. Özümüz üçün qeyd götürək. Naxış bıçağı müxtəlif oyma əməliyyatlarında yardımçı alət kimi istifadə edilir. Deməli, əsas iş aləti hansı idi? Tiyəsi çəpinə bıçaq. Bəs yardımçı alət hansıdır? Baxın, müəllimlər, yardımçı alət naxış bıçağıdır. Bəli, yardımçı alət kimi istifadə olunur.
Ağac üzərində oymanın elementləri üçün kəsici hissələri olan müxtəlif formalı naxış bıçaqlarından istifadə olunur. Bax, bu gördüyümüz müxtəlif formalı naxış bıçaqlardır. Hərəsinin ençəsi, hansı ki uc hissəsi fərqlidir. Deməli, bu slaydda nə öyrəndik, müəllimlər? Bu slaydda öyrəndiyimiz, hansı ki biz bir neçə növ oyma işlərini, oyma növlərini öyrəndik. Bu oyma növlərini həyata keçirmək üçün bizə xüsusi alətlər lazım oldu. Alətlər hansıları idi, müəllimlər? Tiyəsi çəpinə bıçaqdır, bir də ki, naxış bıçağıdır. Tiyəsi çəpinə bıçaq əsas iş alətidir, yoxsa ki, yardımçı. Tiyəsi çəpinə bıçaq əsas iş alətidir. Bəs yardımçı alət hansıdır? Naxış bıçağı. Onun müxtəlif formalı, belə kəsici hissələri müxtəlif formalı olan naxış bıçaqları var. Müstəvi qanovcuqlu, yastı relyefli və naxışlı oyma işlərində hansı bıçaqdan istifadə etdik? Tiyəsi çəpinə bıçaqdan istifadə etdik. Daha sonra, əgər söhbət əsasən təsvirin düz hissələrinin kəsilməsindən gedirsə, bu işlərin böyük əksəriyyəti məhz bıçaqların köməyi ilə aparılır. Əgər düz hissələrinin kəsilməsindən söhbət gedirsə, bıçaqlardan söhbət gedir, bıçaqların köməyi ilə aparılır. Ağac üzərində kəsməni adi qatlanan cib bıçağı ilə yanaşı, xüsusi naxış bıçaqları ilə də aparmaq olar. Həcmli elementlər düz və müxtəlif diametrli yarımdairəvi iskənələrlə işlənir. Deməli, həcmli elementlər necə işlənir? Deməli, yarımdairəvi iskənələrlə işlənir. Bu yarımdairəvi iskənələr necə olur? Ucluğu, kəsici hissəsi düz də ola bilir, müxtəlif diametrli də ola bilir. Bütün bu iskənələr müxtəlif həndəsi quruluşa və təyinata malikdir. Deməli, həm həndəsi quruluşa malikdir, həm də təyinatına görə bir-birindən fərqlənir. Deməli, həcmli elementləri necə yaratdıq? Yarımdairəvi iskənələrlə. Daha sonra, yarımdairəvi iskənələr kəsici hissələri necə idi? Düz də ola bilirdi, müxtəlif diametrli də ola bilirdi. Bəli, gəlin baxaq yastı düz iskənələrə. Yastı düz iskənələr, baxın, yastı düz iskənələr. Həm ucluğu, kəsici hissəsi yastıdır, həm də düzdür. Yastı düz iskənələr müxtəlif növ oyma işləri üçün yardımçı alət kimi istifadə edilir. Bəli, yardımçı alət yastı düz iskənələrdir. Bu iskənələr yastı relyefli oyma, kənar xətt üzrə oyma işlərində fonun təmizlənməsi üçün, bax, fonun təmizlənməsi üçün düz iskənədən istifadə olunur. Yastı relyefli oymada, bir də kənar xətt üzrə oymada. Nov şəkilli iskənə. Baxın, nov şəkilli iskənə, söhbət bunlardan gedir. Ağac üzərində oyma əməliyyatlarının əsas aləti hesab edilir. Bəli, nov şəkilli iskənədə, bax, əsas alət hansıdır? Nov şəkilli iskənədir. Orta, dairəvi, yarımdairəvi forması var. Orta, dairəvi və yarımdairəvi. Künclü iskənələr. Künclü iskənələr qanovcuqların kəsilməsi üçün istifadə edilir. Qanovcuqların kəsilməsi üçün nədən istifadə edirik? Künclü iskənədən. Yastı çəpinə iskənələr əsasən həndəsi oyma işlərinə yararlıdır. Bəli, baxın, yastı və çəpinə. Bu yastı düz idi. Yastı düz iskənələr yastı relyefli oymada, kənar xətt üzrə oymada istifadə olundu. Yastı çəpinə iskənə isə həndəsi oyma işlərinə yararlıdır. Künclü iskənələrlə qanovları kəsirdik, qanovcuqları. Nov şəkilli iskənələrlə isə, bax, bunlar bizim əsas alətlərimizdir. Əsas alətlərimiz orta, dairəvi, yarımdairəvi iskənələrdir. Ağac üzərində oyma ustanın, yəni həccacın
İş yeri. İş yeri necə olmalıdır? Gəlin baxaq. İş yeri adi masa və stol, bir də oyma işləri üçün nəzərdə tutulmuş dülgər dəzgahı ilə təchiz olunur. Deməli, ustanın iş yeri necə olmalıdır? Masası olmalıdır, stulu olmalıdır. Bir də dülgər dəzgahı olmalıdır. Dülgər dəzgahının qapağının hündürlüyü. Gəlin görək nə qədərdir. Qapağın hündürlüyü həccacın dirsəyi səviyyəsində olmalıdır. Yəni, ustanın həccacın dirsəyi səviyyəsində olmalıdır. Bəs işıq necə düşməlidir? İşıq sağdan və soldan düşməlidir. Emal edilən məmulatlar dəzgahda pazlarla və ya vintli sıxaclarla bərkidilir. Deməli, məmulatlar nə ilə bərkidilir? Pazlarla, bir də sıxaclarla, vintli sıxaclarla bərkidilir. Bədii oyma işinə salınacaq təsvirin konturlarının nişanlanması ilə başlanılır. Deməli, nə ilə başlayırıq? Konturların nişanlanması ilə. Nişanlanma bəs nə ilə həyata keçirilir müəllimlər? Karandaşla, diyircəkli qələmlə, xətkeşlə, pərgarla, bucaq ölçən və qəlibin köməyi ilə aparılır. Deməli, nə elədik? Nişanlamanı karandaş, diyircəkli qələm, xətkeş, pərgar, bucaq ölçən və qəlibin köməyi ilə apardıq. Eskizin yerinə yetirilməsi. Gəlin görək eskizi necə yerinə yetirilir. Eskizin yerinə yetirilməsi üçün təsvirin təbii ölçüsünü bilməliyik. Onu qalın kağız, yəni vatmanda, qalın kağız vərəqdə işləmək lazımdır. Üçtərəfli qanovcuqlu oymada naxış adətən həndəsi fiqurlar, yəni üçbucaqlar, düz bucaqlar, kvadratlar, trapesiyalar, romblar və s. köməyi ilə alınır. Üç tərəfli qanovcuqlu oymada naxış necə alınır? Həndəsi fiqurların köməyi ilə alınır. Ağac üzərində oyma işinə yeni başlayanlar. İşlənəcək təsvirin eskizini sürət çıxarma kağızının köməyi ilə taxta lövhə üzərinə köçürüb sonra işləməlidirlər. Deməli, təsvirin üzərinə biz istədiyimiz şəkli köçürürük. Nəyin vasitəsilə? Sürət çıxarmaq kağızının vasitəsilə köçürürük və başlayırıq onu işləməyə. Bax, elə bunu çəkmişkən, gəlin xatırlayaq görək, çiçək rəsmi hansı oymada salınırdı müəllimlər? Çiçək rəsmi kənar xətt üzrə oymadaydı müəllimlər. Kənar xətt üzrə oymada gəlin bir də göstərək. Bəli, dedik ki, çiçəkdir, yarpaqdır, quşdur, heyvan təsvirləri də kənar xətt üzrə oymada salınır. Ağac üzərində bədii oymanın işlənmə texnikası nədən ibarətdir? Gəlin görək nədən ibarətdir. Nümunə olaraq üçbucaq konturu üzrə işi nəzərdən keçirək. Bu iki mərhələdən ibarət olur. Batırma, bir də ki, kəsmə. Batırma və kəsmə. Kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə qoyulmalıdır. Şaquli vəziyyətdə. Baxın, kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə qoyulmalıdır. Bu zaman kəskinin dabanı üçbucağın təpəsinə doğru yönəlməlidir. Deməli, dedik ki, iki mərhələdən ibarət oldu. Batırma, bir də kəsmə. Kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə qoyulmalıdır. Bu zaman kəskinin dabanı üçbucağın təpəsinə doğru yönəlməlidir. Kəskinin burnu, bax, yenə burnundan söhbət edirik. Dedik, şaquli vəziyyətdə olur. Kəskinin burnu başlanğıc üçün taxta lövhəyə nə qədər batırılmalı? 2-3 mm batırılmalı. Dabanı dedik, daban təpəsinə doğru yönəlməlidir. Və necə olmalıdır? Təpəyə yüngülcə toxunmalıdır. Baxın, müəllimlər, bunu ümumiləşdirsək, dedik ki, kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə olur, 2-3 mm batırılır. Amma dabanı necə olur? Dabanı isə üçbucağın təpəsinə doğru yönəlir və təpəyə yüngülcə toxunmalıdır. Bu üsulla üçbucağın digər təpələri də işlənməlidir. İş zamanı bıçağı deyil, məmulatı çevirmək lazımdır. Bəli, iş zamanı bıçağı çevirmirik, məmulatı çeviririk. Neçə mərhələdən ibarət oldu? Ağac üzərində bədii oyma, batırma və kəsmə 2 mərhələdən ibarət oldu.
Deməli, batırma burun hissəsi, belə deyək də, necə vəziyyətdə qoyurduq? Burun hissəsini şaquli vəziyyətdə qoyurduq. 2-3 mm batırırdı lövhəyə. Bəs daban hissəsi? Daban hissəsi isə təpəyə doğru yönəlirdi. Bir də təpəyə yüngülcə toxunmalı idi. Bıçağı deyil, biz nəyə çeviririk? Məmulatı çeviririk. Batırmadan sonra, qurğunu düzgün qoymadım. Kəsmə əməliyyatı başlanır. Deməli, batırmadan sonra kəsmə əməliyyatı başlanır. Nə qədər batırdıq? 2-3 mm batırdıq. Deməli, batırmadan sonra kəsmə əməliyyatı başlanır. Bıçağın kəsici ucu üçbucağın təpəsinə qoyulur. Kəsici ucu üçbucağın təpəsinə qoyulur. Oymanın dərinliyindən asılı olaraq müəyyən bucaq altında. Bu müəyyən bucaq nə qədərdir? 30-45 dərəcə bucaq altında kəski aramla üçbucağın konturları boyunca batırılır. Deməli, bıçağın kəsici ucunu neynədik? Üçbucağın təpəsinə qoyduq. Bəs neçə dərəcə bucaq altında batırdıq? 30-45 dərəcə bucaq altında aramla üçbucağın konturları boyunca batırdıq. Batırma mərkəzə getdikcə dərinləşir. 2-3 sm hardasa dərinləşir. Baxın, neynirdi? 2-3 mm batırırdıq və bu batırma mərkəzə getdikcə dərinləşir. Olur 2-3 mm, 2-3 sm. Sonra mərkəzdən o biri təpəyə doğru istiqamət götürülür. Mərkəzdən digər təpəyə doğru istiqamət götürürük. Tədricən bıçağa təsiri zəiflətməklə kəski məmulatın səthinə çıxarılır. Deməli, o biri təpəyə istiqamət götürürük. Bıçağı hansı ki təsirini zəiflədirik ki, kəski məmulatın səthinə çıxsın. Dəqiq və düzgün oyma aparılarsa, lövhədə oyulub götürülmüş hissə piramidaya bənzəməlidir. Bəli, əgər biz dəqiq və düzgün oyma aparsaq, lövhədən oyulmuş, yəni götürülmüş hissə nəyə bənzəyəcək? Piramidaya bənzəyəcək. Bütün qanovcuqlar nə ilə aparılır? Çəpinə iskənə ilə kəsilir. Çəpinə iskənə ilə. Kəsmə əməliyyatı, axı biz demişdik, çəpinə iskənədə həndəsi formaları almaq üçün istifadə edirdik. Kəsmə əməliyyatı əvvəlcə taxta liflərin uzununa, baxın, uzununa, sonra isə eninə. Əvvəlcə uzununa, sonra isə eninə aparılır. Üç tərəfli çuxurlu oymanın aparılması zamanı çəpinə, iskənə şaquli vəziyyətdə tutulur. Baxın, şaquli vəziyyətdə tutulur və üçbucaqların tərəfləri təpədən mərkəzə doğru kəsilir. Üçbucağın tərəfləri təpədən mərkəzə doğru, baxın müəllimlər bunu qeyd edilir özünüz üçün, təpədən mərkəzə doğru kəsilir. Şaquli vəziyyətdə tutulur, təpədən mərkəzə doğru kəsilir. Üçbucağın təpəsində açılan dərin kəsik mərkəzə doğru dayazlaşır. Təpəsində açılan dərin kəsik mərkəzə doğru dayazlaşır və sonda 0 dərinliyə qədər azaldılıb çıxarılır. Çəpinə iskənə sağ əldə tutulur. Bəli, sağ əllə tuturuq çəpinə iskənəni. İskənənin kəsən ucunun burnunu nişanlanmış xəttin üzərinə qoyub özünə tərəf bir qədər əyir. Baxın, bir qədər əyir və elə bu istiqamətdə kəsirlər. İskənə ilə tək və qoşu əllə işləmə texnikası göstərilir. Baxın, tək əllə və qoşu əllə. Tək əllə, bir də qoşu əllə işləmə texnikası göstərilib. Əyri qatların kəsilməsi üçün iskənə ya sağa, ya da sola doğru 30-40 dərəcə bucaq altında əyilir. Bax, burada iki bir-birinə oxşar bucaqlar var. Biz hansı ki, batırmanı 30-45 dərəcə bucaq altında həyata keçirirdik. Amma burada isə əyri qatların kəsilməsi üçün iskənə ya sağa, ya da sola doğru 30-40 dərəcə bucaq altında əyilir. Bu əyilməsidir. Digəri isə 30-45 dərəcə batırılması idi. Əvvəlcə sağa doğru əyilmiş iskənə ilə sağ qatlar, sonra isə sola doğru əyilmə ilə sol qatlar kəsilib götürülür.
Bu zaman nişanlama xəttini kəsib keçmək olmaz. Hansı ki, nişanlamışıq, o xəttə dəymirik. Deməli, sağa doğru əyilmiş iskənə ilə sağ qatlar, sola doğru əyilmiş sol qatlar kəsilib götürülür. Bəli, baxın, şəkildə də göstərilib. Şabeli formada 30-45 dərəcə, 30-40 dərəcə bucaq altında əyərək neynirik? Oyuq açırıq. Kəsmə aramla, ehtiyatla iskənəyə eyni bərabərdə təzyiq verməklə aparılmalıdır. Deməli, aramla, ehtiyatla və eyni bərabər təzyiq verməklə aparılır. İskənə sağ əllə möhkəm tutulmalıdır. Sağ əllə möhkəm tutulmalıdır. Liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada bir sol əlin köməyindən istifadə edilməlidir. Arada bir oxuyuram, sırada bir. Deməli, liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada bir sol əlin köməyindən də istifadə olunur. Baxın, şəkildə də qoşu əllə bir yerdə. Deməli, aramla, ehtiyatla biz kəsməni həyata keçiririk. Sağ əllə möhkəm tuturuq. Liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada sol əlimizin də köməyinə ehtiyac duyuruq. Deməli, sağ qatlar nə zaman kəsildi? İskənəni sağa doğru əysək, sağ qatlar, sola doğru əysək, sol qatlar götürüldü. Burada da belə çətin bir şey yoxdur. Gəlin təhlükəsizlik qaydalarına baxaq. İskənə və oyma bıçaqları ilə iş zamanı ehtiyatlı olun. Yəni, bıçaq əlimizi kəsməsin deyə ehtiyatlı olmalıyıq. Sol əlinizi kəsicisi alətin yaxınlığında saxlamayın. Sol əlinizi kəsici alətin yaxınlığında saxlamayın. İskənə və oyma bıçaqları ilə iş zamanı artıq güc sərf etməyin. İskənənin dəstəyinə zərbə endirmək lazım gələndə onu sol ələ ötürün. Zərbə ilə endirmək lazım gələrsə sol ələ ötürürük. Taxta çəkici sağ əlinizlə tutun. İskənəni kəsim nöqtəsinə qoyub yüngülcə vurun. Deməli, zərbə lazım olarsa biz onda iskənəni ötürürük sol əlimizə. Sağ əlimizlə çəkici tutub iskənəni kəsim nöqtəsinə qoyub yüngülcə vururuq. İskənə və oyma bıçaqlarını dəzgahın yeşiklərinə yaxud rəflərdə, xüsusi ara kəsmələrdə saxlayın. Yəni, biz bunu öyrənmişdik 5-ci sinifdə. Bu da oldu bizim təhlükəsizlik qaydalarımız. Ağac üzərində bədii oyma texnologiyası müəllimlər öyrənə bildikmi? Ağac üzərində bədii oyma texnologiyası necə həyata keçirilir? Neçə mərhələ ilə həyata keçirildi? Hansı iskənələrdən istifadə etdik? Öyrənə bildikmi? Bax, bunları diqqətlə baxırıq, qeydlər götürürük özümüz üçün, öyrənirik. Sonra da test üzərindən biliyimizi möhkəmləndiririk. Növbəti mövzu ağac üzərində bədii yandırma texnologiyası. Ağac üzərində bədii yandırma texnologiyası. Bu mövzuda nə öyrənəcəyik müəllimlər? Bu mövzuda öyrənəcəyimiz ağacı yandıraraq necə bədii emal edirik? Bax, onu öyrənəcəyik. Yandırma üçün hansı alət lazımdır bizə? Bu alət hansı hissələrdən ibarətdir? Və necə istifadə edirik? Bax, bunları öyrənəcəyik. Bədii yandırma ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür. Dekorativ sənət növü. Yandırma üsulu ilə suvenir, mebel, kiçik oduncaq məmulatların üzərində naxış salınır. Baxın, suvenirlər, mebellər, oduncaqlar üzərində naxış salmaq üçün istifadə olunur. Deməli, ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növünün hansı idi? Bədii yandırma idi. Bəs biz bu yandırma üsulundan necə istifadə elədik? Suvenirdir, mebeldir, kiçik oduncaq məmulatlarını bəzəmək üçün. Ağac üzərində bədii yandırma hansı alətlə yerinə yetirilir? Müəllimlər, gəlin baxaq. Bu bizim elektrik yandırıcısıdır. Bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə yerinə yetirilir. Evdə və texnologiya dərslərində yandırma xüsusi cihazın, yəni elektrik yandırıcısının köməyi ilə aparılır. Budur müəllimlər, bunun köməyi ilə biz bədii yandırmanı aparırıq.
Elektrik yandırıcısı hansı hissələrdən ibarətdir? Gövdədən, sonra birləşdirici naqillərdən, plastik tutacaqdan, bərkidilmiş çözərən ucluqlardan, bərkidilmiş çözərən ucluqlardan ibarətdir. Ucluğun temperaturunu tənzimləyici elektrik qızdırıcısının tənzimləmə qrupu ilə yerinə yetirirlər. Baxın, müəllimlər, söhbət bundan gedir. Deməli, temperaturunu necə tənzimləyirik? Hansı ki, tənzimləmə qrupu ilə yerinə yetiririk. Bu da tənzimləmə qrupudur. Tənzimləmə qrupu. Öz üçün qeyd götürərsiniz, müəllimlər. Mən səliqəsiz yazdım. Mişqa ilə ancaq belə yazmaq olur. İstehsalatda, bədii sənət emalatxanalarında yandırma ilə naxış salma, məişət və sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif ucluqlar, bax, söhbət bunlardan gedir, ucluqlarla aparılır. Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə, bax, cərəyan keçdikdə üzürlü sayı müəllimlər. Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə çözərən xüsusi ərintidən hazırlanır. Baxın, çözərən xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ən müxtəlif naxış və təsvirlərin salınması üçün nəzərdə tutulmuş ucluqlar dəsti ilə təchiz edilir. Baxın, ucluqlar budur, ucluqlar dəsti. Yəni, müxtəlif naxış və təsvirlərin salınması üçün bunlardan istifadə olunur. Daha sonra istənilən hamar və quru oduncaq səthi üzərində yandırmanı yerinə yetirmək mümkündür. Deməli, hamar olmalıdır, quru oduncaq olmalıdır. Bax, bunun üzərində biz yandırmanı həyata keçiririk. Lakin ilkin öyrənmə mərhələsində, baxın, buna fikir verin. Toz ağacı, ağcaqovaq, qızılağac, zökə, şabalıd oduncağından və oduncaq materiallarından istifadə etmək olar. Deməli, ilkin öyrənmədə hansı idi? Toz ağacı idi, ağcaqovaq idi, qızılağac idi, zökə idi, şabalıd oduncağından və oduncaq materiallarından istifadə edirdik. Bu növ oduncaqlar açıq rəngə malikdir, bir cinsli quruluşa malikdir və buna görə də yandırılan yerlər tez və bərabər çömürləşir. Aydın və ifadəli olur. Hansı ağaclar? Toz ağacı, ağcaqovaq, qızılağac, zökə, şabalıd və digər oduncaq materialları. Bunlar necədirlər? Açıq rəngə malikdirlər. Bir də bir cinsli quruluşa malikdirlər. Və buna görə də tez və bərabər çömürləşir, aydın və ifadəli olur. Təsviri yandırmazdan əvvəl məmulatın səthi əsaslı surətdə sumbata kağızı ilə cilalanır. Deməli, sumbata kağızı ilə cilalanmalıdır. Sonra cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Deməli, təsviri cilaladıq. Neynədir? Təsviri deyirəm, məmulatı cilaladıq, sonra təsviri köçürdük. Ən çox yayılmış üsul təsvirin sürət çıxarma kağızı vasitəsilə köçürülməsidir. Bəli, sürət çıxarma kağızı rəngli plyonkadır. Biz onun vasitəsilə sürəti keçirə bilirik ya dəftərə, ya oduncağa, yəni istədiyimiz məmulata. Təsviri köçürmək üçün bütün xətlərin üzərində karandaş və ya diyircəkli qələmlə cızılır. Deməli, sadəcə təsvirin üzərindən getməklə biz sürət çıxarma kağızının köməyi ilə təsviri köçürə bilirik məmulata.
Bədii yandırma üçün əsas qaydalar hansılardır? İlk öncə pəstahı hazırlayırıq. Təsviri çəkirik. Deməli, pəstahı hazırladıq, sonra təsviri çəkirik. Təsviri nə ilə çəkdik? Sürət çıxarma kağızının köməyi ilə. Karandaşı tutduğunuz üsulla ucluğu olan tutacağı götürün. Hansı ki, karandaşı necə tuturuq? Ucluğu da bu formada götürürük. Və elektrik yandırıcısını şəbəkəyə qoşun. Pəstahın hazırlandığı oduncağın tullantıları üzərində ucluğun qızmasını tənzimləyin. Bəli, birbaşa məmulatın üzərində biz ucluğu yoxlamırıq. Hansı ki, oduncaq tullantısının üzərində yoxlayırıq və yoxlamaq üçün bir neçə ştrix xətt çəkirik. Deməli, yoxlamaq üçün ştrix xətt çəkirik və oduncaq tullantılarının üzərində. Sonra, oturmamız necə olacaq? Düz oturun. Ucluğun üzərinə çox əyilməyin. Otağın havasını tez-tez dəyişin. Bəli, biz hansı ki, yandırıcı ilə işləyəndə otağın havası xoşagəlməz qoxular olduğundan tez-tez dəyişməliyik. Düz oturmaq lazımdır. Ucluğun üzərinə çox əyilməməliyik. Tutacağa bərk basmayın. Bəli, tutacağa bərk basmırıq. Közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Bəli, közərmiş ucluq çox isti olur. Bir nöqtədə saxlasaq, istədiyimiz effekti almayacaq. Yandırıb kömür etməkdənsə, az yandırmaq daha yaxşıdır. Bəli, bir nöqtədə saxlayıb kömür edəcəkdir. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq, karandaş, flomaster, sulu boya ilə rəngləmək və laklamaq olar. Deməli, hansı ki, hissəni yandırdıq, belə deyək, təsviri aldıq, istədiyimiz təsviri karandaşdır, flomasterdir, sulu boyadır. Bax, bunlardan rəngləyirik və ya laklayırıq. Elektrik yandırıcısı ilə təhlükəsiz iş qaydaları necədir? Cihazı şəbəkəyə ancaq müəllimin icazəsi ilə qoşmaq lazımdır. Müəllimin icazəsi ilə. Müəllimdən icazəsi olmaz. Qoşmazdan əvvəl iş yerindən kənar əşyaları yığışdırmalıyıq. Kənar əşyalar getdi. Əllərinizi və paltarınızı közərmiş ucluqla təmasdan qoruyun. Bəli, yandıra bilər. Cihazı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamayın. Bəli, bəzən olur ki, yaddan çıxır qalır. İşi qurtardıqdan sonra cihazı söndürün. Elektrik çəngəlini şəbəkədən ayırın. Cihazın soyumasını gözləyin. İşlədiyiniz otağın havasını tez-tez dəyişin. Bunu bayaq da dedik. Bəli, işlədiyimiz otağın havasını tez-tez dəyişməliyik. Belə müəllimlər, mövzumuz bu qədər. Öyrəndiyi 3 mövzu: ağac üzərində bədii yandırma texnologiyası, daha sonra oyma texnologiyası, ağac üzərində bədii oyma texnologiyası, bir də ki, ağac üzərində oyma. Belə müəllimlər, diqqətlə baxaq mövzuya, qeydlər götürək və testlər işləyək.